Səfərimizdən qazanılmış təmin qazancın möhtəşəm qələbəmizin qazanılmasında və milli təhlükəsizliyin daha da gücləndirilməsi Ali Başkomandan Prezident Cənab İlham Əliyev tərəfindən, İlham Əliyevin baş naziri ona Dəliyev deyir. Görün indi dalısıca nə qədər qeybət eləyir ki, burada da Milli Məclisdə ağzından Əliyev yox Dəliyev çıxır. Ay cənab prezident, sən Allah bu korrupsiyoneri, bu rüşvətxoru, bunu hardan tapıb gətirmisən, qoymusan ora, özdə ki ikinci dəfə də nazir seçildi ya. Yəni bir dəfə az imiş, qəşəng uğurlayır deyiminə ikinci dəfə də oldu. Qardaş elə eləmə də. Əvvəllər bizim vaxtımızda instituta gedəndə qəşəng qızların həmişə yanında o fifiçkaların bir-iki dənə kifir qızlar olurdu. Cəmaət də ki, bu kifirlərə baxmırdı, bunlara baxırdı, bunlar özlərini belə vajna sayırdılar da. İlham Əliyevinki də dönüb ona. Ətrafına, yanına, yörəsinə harda dibirlər var, baş xarablar var, yaltaqlar, afiristlər, nə bilim, maşenniklər var. Yığıb yanına. Ona görə onların fonunda İlham Əliyev böyle seriozlu görünür. Ne bileyim vallahi Allah özü millete kömək olsun. Cənab İlham Əliyev, vallahi onlar da yanınızda olmasa, özünüz tək idarə eləmiş olsunuz, normal adamlar ətrafınızda olsa, bundan da hörmətli olarsınız, bundan da yaxşı olarsınız. Göyə bu yaltaqları özün bilmirsən ki, bu yaltaqlar kimlərdir? Heç bir Azərbaycanca danışa bilmir. Bunun danışığını dişini çıxar çırt təpəsinə. Elə çıxır da. Bunların heç biri danışa bilmir. O bir dənəsi var, Zeynal Nəqdəliyevdir. O da ki, söyəndə Rusça söyür milləti. Gicdilər bunlar.